Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Yenə də həftəlik proqnozlarla sizin qarşınızdayıq. 22-28 iyun aralığında, belə deyək ki, Xərçəng bürcünün ilk həftəsində, yəni həftə yeni bürclə başlayacaq. Hər birinizə uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Düzdür, Əkizlər bürcündən Xərçəng bürcünə keçid öz fərqliliyi ilə də özünü göstərir. Əkizlər bürcündə daha çox aqressiya, açıq fikirlilik var idi. Xərçəng bürcündə çox şey sakit olacaq. Xərçəng bürcündə nadir hallarda belə aqressiv bir savaş başlayır, aqressiv bir müharibə başlayır. Ona görə də ümid edirik ki, bu ərəfə sülhlə əlaqəli olacaq. Təbii ki, bu tək Rusiya-Ukraynaya aid deyil. Amma daha çox İranla bağlı deyə bilərik. Ermənistandakı qarşıdurmalar səngiyəcək. Fərdi qaydada da daha çox aktiv olma ərəfəsidir. Yay olmasına baxmayaraq, istirahətdən daha çox fəaliyyətlə bağlı astroloji mənzərə, fəaliyyətlə bağlı aktivlik göstərməyi tövsiyə edir. İndi gəlin ayrı-ayrı zodiak işarələrinə baxaq, görək proqnozlar necədir. Qoç bürcü. Qarşıda duran bu həftədə hamıdan enerjili, hamıdan şanslı olmaq üçün düzgün qərarları verməli, düzgün addımlar atmalısınız. Bu isə çox sahələrdə uğurlarınızı artıracaq. Hazırda üzərinizə düşən başlıca vəzifə münasibətlərə aydınlıq gətirməkdir. Həftə ərzində yalnız sağlıq durumunuza diqqət yetirməlisiniz əsasən. Fəaliyyətdə uğurlar və şəxsi büdcədə artım barədə isə narahatçılıq yoxdur. Buğa bürcü. Ötən həftədən davam edən müəyyən maliyyə çətinliyiniz bu ərəfədə də xüsusən həftənin ortalarına qədər davam edə bilər. Ona görə çıxılmaz vəziyyətə düşməmək üçün müəyyən qədər borc götürmək və yaxud da qənaətlə xərcləmək olar. Ulduzlar ünsiyyətdə olduğunuz insanların bədxahlığına neytral yanaşmağınızın əleyhinədir. Çünki uğursuzluqlarınızın əksəriyyəti cəsarət göstərməməyinizdən irəli gəlir. Əkizlər bürcü. Müqəddəs dinimizin şərtlərinə riayət etsəniz, iyun ayının bu son həftəsindən, tam son deyil, amma son saymaq olar, son həftəsindən xüsusi zövq alacaqsınız. Fəaliyyətdə bir qədər passivlik müşahidə olunsa da, qarşılıqlı münasibətlərdə və şəxsi büdcəni artırmaqda hər şey normallaşacaq. Ayın 26-sında isə mütləq mübarək yerlərə baş çəkin, mübarək insanlarla görüşün. Xərçəng bürcü. Bu həftədən başlayaraq göy qübbəsinə sizin bürcünüz hakimlik eləyəcək, girişdə qeyd elədim. Bu isə digər zodiak işarələri ilə müqayisədə sizi daha enerjili və daha perspektivli olaylara yönəldəcək. Bu arada əsasən işgüzar sövdələşmələrdə bəxtiniz gətirəcək. Ayın 28-də isə mübahisələrdən yayınmalısınız. Bir də o sevginizi, istəyinizi bürüzə verməyi öyrənin, bacarın. Şir bürcü. Kifayət qədər maraqlı bir həftə yaşayacaqsınız. Yeni insanlarla ünsiyyət, tanışlıq və perspektivli sövdələşmələr gələcəyə nikbin baxmağınıza səbəb olacaq. Vilayətlərdə yaşayan doğmalarınızla mümkün qədər əlaqə saxlayın. İş və maddi durum yol versə, ayın 24-də və ya 28-də səfərə də çıxmaq olar. Çalışın ki, ay başa çatana qədər yeni təkliflərə razılıq verməyəsiniz. Qız bürcü. Pulla bağlı problemləri nəzərə almasaq, bu aralıqda hansısa çətinliyiniz olmayacaq. Bir qədər qənaətçil olun. İyunun 26-sından etibarən bəzi kəmkəsir işləriniz qaydasına düşməlidir. Amma astroloji göstəricilər arabir sevgi ünvanına başvurmağınızı da tövsiyə edir. Nəzər alın ki, hazırda təkan verici qüvvəniz daha çox məhəbbətdir. Tərəzi bürcü. İxtiyarınızda olan bu füsunkar həftə sizin üçün müəyyən mənada belə qarışıq keçəcək. Həm öz müsbəti ilə, öz mənfisi ilə. Füsunkar deyiriksə, deməli, əsasən füsunkar keçəcək. Fəaliyyət zəminində uğurlar var. İstirahətə də vaxt ayırmalısınız. Ulduzlar ayın 26-sında bir çox bürclərə deyildi ki, sizin də mübarək yerlərə, ziyarətgahlara baş çəkməyinizi tövsiyə eləyir. Yaşca özünüzdən böyük insanların da məsləhətlərinə qulaq asın. Əqrəb bürcü. Şəxsi həyatınızın indiki mərhələsindən o qədər də razı deyilsiniz. Düşünürsünüz ki, sizin daxili aləminizi və bu dünyadan nə istədiyinizi heç kim başa düşmür, amma yanlış düşünürsünüz. İç dünyanızı bəlkə anlatmaqda çətinliyiniz var. Mən bəzən deyirəm, kimsə deyəndə mən heç kim başa düşmür, deyirəm, bəlkə sən heç kim başa sala bilmirsən. Bunlar başqa-başqa şeylərdir. Bax, əqrəb bürcülər də buna fikir verməlidirlər. Ox atan bürcü.
Çərşənbə günündən başlayaraq şəxsi işlərinizdə əsaslı dönüşün baş qaldıracağını bildirən göy qübbəsi ölçülü biçili addımlar atmağınızı tələb edir. Yaxın adamlarla, qohum-qonşularla münasibətləri tənzimləməyə çalışın. İyunun 28-də şəxsi büdcənizdə artım gözlənilir. Həftə ərzində qidanıza da fikir verin. Oğlaq bürcü. Bu həftə əsas vaxtınızı enerjinizi artırmağa, səhhətinizi möhkəmləndirməyə yönəltməlisiniz. Çünki ötən dövrlərdə, ümumiyyətlə iyun girəndən biraz vəziyyət o deyil. Tam elə bil sanki immunitetiniz aşağı düşüb. Onu düzəltmək tövsiyə olunur sizə. Çünki qarşıda duran çox böyük planlara çatmaq üçün ilk növbədə sağlığınız vacibdir. Ayın 26-sında maraqlı təkliflər ala bilərsiniz. 28-də də pul gözlənilir. Su tökən bürcü. Hər mənada düşərli həftə demək olar. Çünki nəzərdə tutduğunuz planların böyük əksəriyyətini həyata keçirə biləcəksiniz. Üstəlik, maliyyə çətinlikləriniz də aradan qalxacaq. Üzərinizə düşən başlıca vəzifə mövqelərinizi qətiləşdirmək, tərəfdaşlarınızı sınamaq və yeni layihələri reallaşdırmaq üçün sövdələşmələr aparmaqdır. Balıqlar bürcü. Təbiətdə baş verən iqlim və zodiak dəyişkənliyi daha çox sizin fəaliyyətinizə və ovqatınıza təsir edəcək. Əksər sahələrdə uğurlar və müvəffəqiyyətlər sizinlə olacaq. Lakin 22-23 iyun tarixlərində səhhətinizə diqqət edin. Həmin günlərdə ağır fiziki işlərdən, riskli sövdələşmələrdən və uzaq səfərlərdən imtina etsəniz yaxşıdır. Söhbətlər əsnasında özünüzü də çox bilmiş göstərməyin, ümumiyyətlə ego göstərməyin. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.